Hər birinizi salamlayıram. Mən İstara Müzəffər, kanalıma xoş gəlmişsiniz. Bugün növbəti dərs videomuz var. Fransa və Almaniya 19-20-ci əsrin əvvəllərində. Başlayaq. Deməli, Fransa 19 və 20-ci əsrin əvvəllərində, Almaniya 19 və 20-ci əsrin əvvəllərində. Mən bu lövhəni belə böləcəm. Bir tərəfə yazacağım Fransa, digər tərəfə də yazacağım Almaniya. Nə yazacağımsa onlar kifayətdir. Görək nə yazacağım. Fransada birinci başlayacağım 19-cu əsrin əvvəllərindən 1804 və 1814-cü illərə əhatə edən birinci imperiya dövrünü. Birinci imperiya, imperatorumuz da kimdir? Napoleon Bonaparte. 1804-1814 Fransada birinci imperiya dövrüdür. Ümumiyyətlə, Napoleon Bonaparte 1804-cü ildə hakimiyyətə gəldikdən sonra dövlətin daxilində bəzi qərarlar verir. Məsələn, şəxsi mülkiyyət toxunulmaz elan edilir, anlı məhkəmələr ləğv edilir, məhkəmələr dövlətdən asılı vəziyyətə salınır, sonra fəhlə tətilləridir, fəhlələr haqqında qanunlardır, bunların bir çoxu ləğv edilir, yəni fəhlələr artıq tətil keçirdə bilməzlər, öz sahibkarlarından daha aşağı vəziyyətə düşürlər, belə qərarlar qəbul. Sonra deyir ki, mənim imperiyamın dayağı kəndlilərdir, yəni ümumi belə qərarlar verir, elə önəmli deyil bizim bu qərarlarımız. Əsas baxaq görək, Fransada birinci Napoleon nə iş görəcək? Napoleonun gördüyü fəaliyyətlərdən biri ondan ibarətdir ki, 1805-ci ildə Fransızların əvvəli düşməni var, rəqibi var, İngilislər. 1805-ci ildə Trafalgar dəniz döyüşü baş verəcək. Trafalgar döyüşündə İngilislərlə Fransızlar arasında olan bu döyüş, Fransızlar məğlub olur, İngilis donanması qalib gəlir 1805. Sonra da Napoleon deyir ki, yaxşı, Fransa olaraq İngiltərəyə uduzduq, amma kimi qalib gələ bilərik? Qalib gələ bilərik biz Avstriya və yaxud Rusiya. 1805-ci ildə Napoleon Viyananı tutacaq və Avstriya, Rusiya Birləşmiş Qüvvələri arasında Austerlitz baş verəcək. 1805 Austerlitz döyüşü bir tərəfdə Fransadır, digər tərəfdə Avstriya və Rusiyadır. Nəticəsində bu müttəfiqlər məğlub olurlar, Fransa qalib gəlir. Ondan sonra 1806-cı ildə Napoleon Rusiya üzərinə hücuma keçir və Berlinə daxil olur, Berlini tutur. Berlini tutandan sonra burada bir kontinental dekret, Vitə blokadası və kontinental blokada haqqında bir dekret imzalayır, Vitə blokadası. Bu bir blokadanın mahiyyəti nədən ibarətdir? Blokadanın mahiyyətinə əsasən Fransadan asılı olan və yaxud Fransa ilə müttəfiq olan ölkələr daha doğrusu İngiltərə ilə ticarət edə bilməzlər. Onların İngiltərə ilə ticarətinə qadağa qoyulur. Kimlərlə? Fransadan asılı olan ölkələr və yaxud Fransa ilə müttəfiq olan ölkələr. Nəyin nəticəsində? Vitə blokadanın nəticəsində 1806-cı ildə qəbul edilir. Bu Vitə blokadasına 1807-ci ildə Tilsit müqaviləsi ilə Rusiyada qoşulacaq. Amma işlər elə gətirəcək ki, Vitə blokadası Fransanın özünə mənfi təsir edəcək. Yəni, Fransa düşünürdü ki, İngilis malları yaxşıdır, hamı İngilis malı alır, xeyir İngilislərə qalır. O da deyir ki, İngilis malı almayın, Fransız malı alın və Vitə blokadasını buna görə tətbiq edir ki, İngilis malları dəyərdən düşəcək, hamı Fransız malı alacaq. Amma görür ki, yox. Yəni, heç kim Fransız malı almır, hamı yenə İngilis malı alır, hamı gizli-gizli İngiltərə ilə ticarət edir. Hətta xəbər tutur ki, sən demə, Rusiyada İngiltərə ilə gizli-gizli ticarət edirmiş. Elə olanda əsəbləşir və 1812-ci ildə Napoleon, Fransızlar Rusiyaya hücum edirlər. Rusiyaya hücum. 1812 Borodino döyüşü baş verir. Borodino döyüşündə Fransızlar qalib gəlirlər, Ruslar məğlub olurlar və Fransızlar Moskvaya doğru irəliləyib Moskvanı tutacaqlar. Amma nə baş verəcək? Baş verən hadisə odur ki, qışdır, hava soyuqdur, ərzaq çatışmazlığı var. Bu proseslərin nəticəsində Fransa ordusunun böyük bir hissəsini itirəcək və Fransız ordusu demək olar ki, yoxa çıxacaq və Napoleon nə edəcək? Geri qayıtmaq məcburiyyətində qalacaq. Bu, müharibənin gedişində həmçinin Ruslar Fransızlara qarşı partizan müharibəsi taktikasında istifadə edirlər. Hətta maraqlı bir ifadə də var. Napoleon deyir, Fransaya qaydanda soruşurlar ki, bəs Napoleon ordu hanı? Deyir, qaldı Rusiyada. Belə bir söhbət də var bu prosesi izah etmək üçün. Və Borodino döyüşündəki məğlubiyyət
Fransada birinci imperiyanın süqutunun başlanğıcını qoyur. Sonra yenidən Avropa dövlətləri buna qarşı bir koalisiya 1813-cü ildə müttəfiqlərlə olan döyüşdə Napoleon məğlub olacaq və nəticədə 1814-cü ildə Napoleonu məğlub edəcəklər, sürgün edəcəklər və ondan sonra 1814-cü ildə Avropa dövlətləri 14-15-ci illərdə, 1814-1815-ci illərdə Viyanada konqresə toplaşacaqlar. Viyana konqresi. Viyana konqresində iştirak edən dövlətlər var. Kimlərdir? İngiltərə, sonra Avstriya, Prussiya və Rusiya. Viyana konqresində iştirak edən dövlətlərimiz bunlardır. İngiltərə, Avstriya, Prussiya və Rusiya. Bu dövlətlər nə edəcəklər? Fransa haqqında qərar verəcəklər. Bu qərar ondan ibarətdir ki, Viyana konqresində burada sadəcə biz Fransa haqqında hansı qərar verilibsə onu deyəcəm. Yaxşı da ümumi deyərəm, eyb yox. Deyirdim, bəlkə Viyana konqresinin dövlətlər arası münasibətlərinin içərisində deyirəm, yox, elə burada deyərəm. Viyana konqresində Fransa haqqında verilən qərarın bir ondan ibarətdir ki, inqilabdan əvvəlki sərhədlərinə qaytarılır, 1789-cu il sərhədlərinə və Fransa təzminat ödəməlidir. Bir də Burbonların hakimiyyəti ləğv edilir. Burbonlar hakimiyyəti bərpa edilir. 1792-ci ildə o saldılar hakimiyyətdən 16-cı ildə o ki, Burbonlardan idi da 1594-də gəlmişlər, 1792-də getdilər. Viyana konqresində Fransa haqqında verilən qərarlar inqilabdan əvvəlki sərhədlərinə qaytarılır, təzminat ödəməlidir və Burbonlar sülaləsinin hakimiyyəti bərpa edilir. İngiltərə müəyyən ərazilər alır. İndi o ərazilərin səhvlənməmsə adları çıxarılır, buna görə qeyd edəməyəcəm. Avstriya və Prussiyadan ibarət Alman ittifaqı təşkil edilir. Düzü Avstriyanı o qədər də qatmırlar, amma yox qeyd edəyəklər. Alman dövlətlərindən ibarət Alman ittifaqı təşkil edilir. Amma Avstriya onlara daxil deyil. Yəni Avstriya daxil olmadan digər Alman dövlətlərindən ibarət bir Alman ittifaqı təşkil edirlər. Rusiya isə Polşanın bir hissəsini alır. Hətta Viyana konqresində Rusiya çarı 1-ci Aleksandrın fərmanı ilə bir müqəddəs ittifaq yaradılır. Müqəddəs ittifaqın yaradılmasında da məqsəd bir Osmanlıya qarşı mübarizə aparmaq, bir də ki, Avropadakı inqilabi hərəkatları yatırmaqdır. Müqəddəs ittifaqa daxil olan dövlətlərdə Avstriya, Rusiya və elə Rusiyanın özüdür və Viyana konqresində belə bir ifadə meydana çıxır. Monarxiya sülalələrinin legitimliyi. Yəni, qorxdular axı bunlar. Fransada nə gördülər? İnqilab gördülər, sonra Napoleon belə şeylər elədi. Artıq bunlar öz aralarına deyirlər ki, hər bir dövlət onu idarə edən monarxındır. Yəni, monarxiya sülalələrinin legitimliyi, yəni qanuniliyi ifadəsi. Sonra Napoleon qaçır 1815-ci ildə və qayıdır Fransaya. 1815-ci ildə Napoleonla müttəfiqlər arasında son döyüş olur, Waterloo döyüşü. Waterloo döyüşündə bu dəfə yenə Napoleon məğlub olacaq və yenidən sürgün ediləcək müqəddəs Yelena adasına. Bunun nəticəsində də artıq tamamilə Napoleon hakimiyyətinə son qoyulacaq Fransada. Birinci hissəmiz bura qədər olan hissədir. Bunlar aydınlıqsa keçəydi Fransanın ikinci hissəsinə. İkinci hissəsi daha sadədir, az hadisə var. Birinci hissəsini qeyd elədik. 1847-48-49-cu illər Avropada ümumiyyətlə inqilablar dövrüdür. Eyni inqilab təbii ki, gəlib Fransada da özünü göstərir. 1847-ci ildə inqilab baş verir və bu inqilabın qarşısını almaq üçün 1848-ci ildə Fransa Respublika elan ediləcək ikinci dəfə. 1848-1852 Fransada ikinci Respublika quruluşu qurulacaq. Respublikamızın prezidenti də Burbonlar sülaləsindən olan 3-cü Napoleon və yaxud Louis Napoleon da deyilə bilər. 1848-1852-ci illərdə. Amma bu Louis Napoleon nə iş görür? Baxmadan Burbonlar sülaləsindən də bu adamlar uzun bir müddət dövləti idarə ediblər, kral hakimiyyəti adı altında və Napoleon da belə bir şey əslində istəyi var içərisində. Bu istəyini necə reallaşdıracaq? Axı biz demişdik, bunlar konstitusiyalarında deyiblər ki, Fransa işğalçı müharibələrdən falan imtina edir, digər məsələlər. Papaya da kömək göndərirlər. İtaliyanın şimalına ordu göndərir Papaya kömək üçün. Bu da artıq istər-istəməz Respublika quruluşuna təhdid demək idi. Dövlətin daxilində yenə narazılıqlar qalxır və bunun da qarşılığında Louis Napoleon deyir ki, bir sözlə var, mən Respublikanı ləğv edirəm, imperiyanı təzədən ləğv edirəm.
1852-1870-ci illərdə Fransada ikinci imperiya dövrü qurulacaq. Yenə ikinci imperiyanın rəhbəri kimdir? Yenə üçüncü Napoleon, həmin adam Napoleon və yaxud Louis Napoleon da yazarlar. İkinci imperiyanın daxili siyasətindən sizə lazım olan bir dənə əsas şey var. O da sənaye çevrilişinin bitməsidir. Sənaye çevrilişinin dəqiq başlaması tam olaraq qeyd edilmir, amma dəqiq başlaması sadəcə birinci imperiya dövründədir. Bitməsi isə dövlətin daxili sənaye çevrilişi bitir Fransada ikinci imperiya dövründə. İkinci imperiya dövründə bunların əsasən xarici siyasəti önəmlidir. Belə ki, fransızlar ikinci imperiya dövründə Krım müharibəsində Osmanlını dəstəkləyəcəklər və Rusiyaya qarşı mübarizə aparacaqlar. Krım müharibəsi 1853-56 keçəcək Osmanlı və Rusiya ərzində. Bir də ikinci imperiya dövründə Fransa şərq qonşusu Almaniyadır və Almaniyada dağınıqdır deyə Fransa üçün elə də ciddi təhdid törətmirdi. Plus Fransa Almaniyanın hər zaman dağınıq qalmağında maraqlı idi. Amma 60-cı illərdə vəziyyət nisbətən dəyişir. Fransa Prusiyadan Otto von Bismarck gəlir, birləşdirmə, dəmirqan siyasəti. Artıq Fransa görür ki, yox, Prusiya birləşmək üzrədir və bu birləşmənin qarşısını almaq lazımdır. Ona görə qalan əsas hissələri Prusiyada, Almaniyada danışacaq, burada qeyd edəmədim. 1870-ci ildə Fransa Prusiyaya müharibə elan edir. Məqsədi qonşuluğunda vahid Almaniya dövlətinin yaranmasına icazə verməmək üçün. Elə 1870-ci ildə Sedan ətrafında Prusiya qoşunlarına məğlub olacaqlar, çünki mühasirəyə düşəcəklər. Sedan ətrafında kral və onun döyüşçülərinin mühasirəyə alınaraq məğlub edilməsi Fransada ciddi əks səda doğuracaq, əks təsir doğuracaq və bunun nəticəsində Fransada 1870-ci ildə ikinci imperiya dövrü devriləcək və 1870-ci ildən 1940-cı ilə qədər davam edəcək üçüncü Respublika dövrü başlayacaq. Üçüncü Respublika dövründə artıq 1871-ci ildə Prusiya ilə müharibə bitir. 1871-ci ildə yanvar ayında Versal və yaxud Frankfurt müqaviləsi imzalanır. Artıq Almaniya birləşir, bir tərəfdə də Fransadır. Bu müqavilənin şərtinə əsasən Fransa Elzas və Lotharingiya vilayətlərini verəcək Almaniyaya, bir də Almaniyaya 5 milyard frank məbləğində təzminat ödəməli olacaq. Bu, Fransanın Almaniya ilə apardığı müharibəsinin nəticəsidir 1871-ci ildə. Ondan sonra gələcək 20-ci əsrin əvvəllərinə. 20-ci əsrin əvvəllərində Fransa sənaye istehsalının həcminə görə dünyada 4-cü yerdə, Avropada isə 3-cü yerdədir. Çünki 1-ci yerdə ABŞ-dır, 2-ci yerdə Almaniyadır, 3-cü yerdə İngiltərədir, 4-cü yerdə isə Fransadır. Kapital ixracına görə də İngiltərədən sonra dünyada 2-ci yerdədir. Kapital ixracı İngiltərədədir, birincilik, ikincilik isə Fransadadır. Amma Fransanın özünün bu dövrdə üstün olduğu yerlər nələrdən ibarətdir? Əsasən elektrotexnika, aviasiya, avtomobil qayırma, kimya sənayesi falan, bunlarda Fransa birinci yerdədir. Bir də 20-ci əsrin əvvəllərində Fransada Almaniyaya qarşı mübarizə aparmaq adı ilə bir siyasət meydana gəlir, revanşizm siyasəti. 20-ci əsrin əvvəllərində revanşizm, yəni əvəz çıxmaq. Nəyin əvəzini çıxacaq Almaniyadan? Bax, bu məğlubiyyətin, 1871 məğlubiyyətinin, o da 20-ci əsrin əvvəllərində adlanacaq revanşizm. Hətta bu siyasətə görə Fransa gedəcək, Rusiya və İngiltərə ilə yaxınlaşacaq, namiliyər Antanta meydana gələcək. Ondan sonra da artıq biz gəlib deyənəcək dünya müharibəsinin astanasında. Bu olacaq 19 və 20-ci əsrin əvvəllərində Fransa mövzumuz. Gələk baxaq görək Almaniyada vəziyyət necədir. Almaniyada biz dəyişik bir şey yoxdur 19-cu əsrin əvvəllərində. Yenə Almaniya dağınıq vəziyyətdə qalır. Almaniya siyasi olaraq dağınıqdır.
Almaniyanın siyasi dağınıqlığının rəsmiləşdirilməsi ta ki gedir çıxır 1648-ci il Vestfaliya Konqresinin qərarına əsasən Almaniya 360 xırda dövlətə parçalanmışdır. 19-cu əsrin əvvəllərində də vəziyyət eynidir. Amma bu dövlətlərdən iki dənə böyük dövlət var. Biri Prusiyadır, biri Avstriyadır. Fransa mövzusunda gördünüz, onlar da ki, həm Prusiya, həm də Avstriya 19-cu əsrin əvvəllərində Napoleona qarşı mübarizə aparırlar və 1814-cü ildə Viyana Konqresində, 14-15-ci il Viyana Konqresində Almaniyaya qarşı qəbul edilən qərarın da nə olduğunu bildik ki, burada bir Alman ittifaqı yarandı. Alman ittifaqı. Daha sonra Alman ittifaqında həm Avstriya var, həm də Prusiya var. Mənim bayaq sizə Fransa dərsində Alman ittifaqında Prusiya məsələsi dediyimi, o bilirsiniz hardan gəlir, indi deyəcəyim söhbətdən. 1834-cü ildə bir gömrük ittifaqı yaradılır. Bu gömrük ittifaqında Avstriya yoxdur. Prusiyanın rəhbərliyi ilə digər Almaniya dövlətlərindən ibarət onlar bir gömrük ittifaqında birləşirlər. Sonra necə ki dedik, 1847, 48, 49 Avropada inqilablar dövrüdür. Fransada inqilab oldu. Eyni şəkildə Almaniyada da inqilab var. 1848, 1849-cu illərdə. Amma Almaniyadakı inqilabın istəkləri başqadır. Almaniyadakı inqilabın istəkləri bir, feodal qaydalarının ləğv edilməsidir. Bir bunu ləğv edək. İki də deyir ki, ölkəni vahid şəkildə birləşdirək də nə vaxta qədər? Vahid birləşmə. Hətta buna görə Frankfurt Mainda bir parlamentdə açırlar ki, biz həm feodal qaydalarını ləğv edəcəyik, həm də Almaniyanı vahid şəkildə birləşdirəcəyik. Amma Almaniyanın birləşmə prosesində Avstriya və Prusiya fikir ayrılığına düşdüyü üçün bu parlament 1849-cu ildə bağlanır və birləşdirmə prosesi baş tutmur. Bu dövrdə, yəni inqilabların və parlamentin yeganə eləyə bildiyi yaxşı bir şey Prusiyada konstitusiyanın qəbul edilməsi olur, yəni başqa bir şey yoxdur. Prusiya özü ayrıca bir ən məşhur, ən belə hörmətli və güclü Alman dövlətlərindən biri idi və parlamentli monarxiya şəklində idarə edilirdi. 1862-ci ildə Prusiyada baş nazir vəzifəsinə Otto von Bismarck gəlir. Otto von Bismarck. Bismarck deyir ki, buna baxın, indiyə qədər ay danışırla mən belə birləşdirəcəm, elə birləşdirə bildiniz, birləşdirə bilmədiniz. Bunun birləşdirməyin bir dənə yolu var, o da dəmir və qanla. Yəni, müharibə edib, gedib dövləti birləşdirmək və salam. İdeyası nədir? Dəmir və qan. Dəmir və qanla mən deyir, dövləti birləşdirəcəm. Siz də baxın, görün, birləşdirmə necə olur. 1864-cü ildə Danimarka ilə müqavilə imzalayırlar. Danimarka ilə imzalanan müqaviləyə əsasən iki dənə ərazi, Şlezvik və Holstein qaytarılır Prusiya və Avstriya. Amma iş orasındadır ki, həmin bu ərazilərin idarə edilməsi ilə bağlı Prusiya və Avstriya öz aralarında razılığa gələ bilmir. Vəziyyət də belə olanda Prusiya ilə Avstriya deyir ki, yaxşı, məcbur indi biz də mübarizə aparaq. Prusiya, Avstriya müharibəsi. Amma Prusiya bilirdi ki, o Avstriya ilə müharibə aparanda Fransa Avstriyaya kömək göstərə bilər. Ona görə Fransaya deyir ki, mən Avstriya ilə müharibəyə başlayacağım, sən qarışmadan. Üçüncü Napoleon da fikirləşir ki, vəziyyət bu vəziyyətdir, hazır, nə yaxşı elə bunlar qoy birləri qırsınlar, söhbət uzansın, biz də rahat Fransa öz keyfimizə baxaq, burada Avropada Almaniya birləşə bilməsin. O da deyir ki, hə yaxşı, mən bir tərəfim, dəymirəm, gedin öz müharibəmizi edin. Prusiyanın Avstriya arasında 1866-cı ildə Sadova döyüşü olur. Sadova döyüşündə Avstriya məğlub olur, Prusiya qalib gəlir, Avstriya ayrılır. 1867-ci ilə gedir Macarıstanla birləşir və olur Avstriya-Macarıstan imperiyası. Prusiyadakı Avstriyanın iştirakı olmadan digər Alman dövlətlərindən ibarət Alman ittifaqını ləğv edir, Prusiya yoxdur axı və digər Alman dövlətlərinin birləşdiyi Avstriya yoxdur burada. Şimali Alman ittifaqı yaradır. Şimali Alman ittifaqı, bu ittifaqın konstitusiyası qəbul edilir və özü də olur o ittifaqın rəhbəri. Fransada baxır, görür ki, o bayaqki söhbətdə dedimi, Almaniya dərsində deyəcəm. Fransa deyir ki, mən istəyirdim, bunlar müharibənin çoxu var, nə tez qutardı bunların müharibəsi. Tez onun getdiyi Prusiyanın üzərinə 1870-ci ildə müharibə elan eləyəcək, müharibədə məğlub olacaq. 1871-də nəhayət, şükür Allaha,
1871 artıq Almaniya vahid şəkildə birləşdi. Təbrik edirik, alqışlar. Almaniya vahid şəkildə birləşdi. Və vahid Almaniyanın konstitusiyası qəbul edildi. İmperatorumuz yenə 1-ci Wilhelmdir, Prusiyanın imperatoru. Baş nazirimiz də yenə Otto von Bismarckdır. Almaniya birləşəndən sonra, biraz indi 20-ci əsr əvvəllərdən Almaniyanın 2 dənə hadisə var, ona görə artıq silmirəm bunları. Burada qısa bir yerdə yazaram. Almaniya birləşdikdən sonra artıq Avropada vəziyyətlər biraz qarışıqdır. Müstəmləkələrin itirilməsi, tutulması, belə problemlər var. Amma Almaniya gec birləşib deyə hər şeydən kənarda qalıb. Belə olanda o da özünə müttəfiqlər tapmağa çalışır bu proseslərin qarşısını dura bilmək üçün. Və müttəfiqləri kimlər olur? Avstriya, Macaristan və İtaliya. 1882-ci ildə Üçlər İttifaqı Almaniya, Avstriya, Macaristan və İtaliyadan ibarət 1882-ci ildə Üçlər İttifaqı yaradılır. Ondan sonra 20-ci əsrin əvvəlləri Almaniyaya gələndə, Almaniya artıq sənaye istehsalının həcminə görə Avropada İngiltərədən sonra 2-ci yerdədir. İngiltərə 1-ci yerdədir, bunlar 2-ci yerdədirlər. Çox ciddi şəkildə dövlətin daxilində hazırlıqlar gedir, bir şovinist siyasət yürüdülür. Nəyə görə? Çünki bu adamlar müstəmləkə tutmaq istəyirlər, təzə birləşiblər və açılıblar. Yəni elə ki, nədirsə bu zindandaydı, açıq buraxmısan, hər yeri tutmaq istəyir və 1905-ci ildə bir plan da hazırlayırlar bunun üçün. Schlieffen planı. Schlieffen planının mahiyyəti ildırım sürətli müharibəyə əsaslanır. Sonrası nə olacaq, bunu da görəcəyik. Bu qədər. Dərsimiz yekunlaşdı. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarında görüşənə qədər sağ olun.